göz olmuyor. Xırda şeylərə sevinməyin, şadlanmayın. Getdi əlimdən təəssüflənmə, hələ bir şey əlimdən çıxsa da heç məndən yox idi əvvəldə. Bir şey istəyirdim, çatmadım, sonra heç mən istəmirəm bu ümumiyyətlə. Mən niyə istəmirəm? Ümumiyyətlə istəmirəm. Kim dedi ki, mən filan şeyi istəyirəm? Axırda bu cümləni deyim. Buyurur ki, mömin haqqında danışır. Buyurur ki, qurrətü əynihi fîmâ lâ yəzûn. Buyurur ki, onun gözü nəylə işıqlanır? Fani olmayan, həmişə qalacaq şeylər buna sevinir. Həmişə qalacaq şeylər. Elə şeylərə sevin ki, aradan getməyəcək. Çünki aradan gedən şeyə görə sevinsin, o aradan gedəndə dəhşətli qəm gələcək. Stres gələcək. Heç bir psixolog da kömək eləyəməyəcək. Niyə könül bağlamışdın ki, niyə oyla sevinirdin ki, indi o yoxdur qəmlisən? Elə şeyə sevin ki, yoxdusu yoxdur, həmişə var. Həmişə qalacaq şeylərə sevin. Müqəddəs Ərdəbilli dəstəmaz almaq üçün quyuya vedrəni sallayır, qədim elə idi də. Allahın da qəribə bir kəraməti olur orada. Deyir, ləl cəvahirat çıxır bir vedrə. Deyir, ilah, mən dəstəmaz su istəmişdim. Qaytarır onu. İkinci dəfə, üçüncü dəfə. Axırda dirənir, dayanır, kişi, mən su, yaxşı deyib, mən bunun üçün gəlməmişəm. Mən gəlmişəm dəstəmaz su. Su istəyirəm. Əbədi şeyə könül bağlamışam. Ondan sonra su gəlir, dəstəmazını alır, etinasız gedir, namazını qılır. Həqiqətən də bu insan indi bizdən daha xoşbəxtdir, daha şaddır. Mərsiyədə necə deyir? Əlhəmdülillah, Zəhradır anam. Sevinməli şey budur. Çünki analar bizdən qaçan gün Peyğəmbər buyurur ki, qızım, sən məhşərə gələcəksən, 70.000 mələyin əhatəsində, sənə deyiləndə ki, cənnətə daxil ol, sən ayaq saxlayacaqsan cənnətin qapısında, gedəcəksən balaları axtarmağa. Balaları kimdir? İmam Həsənlə İmam Hüseyin, onlar elə zaten özləri şəfaət eləyəcək. Balaları sizlərsiniz, bizləri, onları sevənlərdir, hətta onları sevənlərdir. Bəli, könül bağlayanda Həzrəti Zəhraya könül bağlayasan, İmam Hüseynə könül bağlayasan. Sevinəsən ki, mənə bu il qismət oldu, Əyyam-ı Fatimiyyədə Həzrəti Zəhranı yad eləyə bildim. Bu şeylərə sevinəsən, görəsən onda həyat nə qədər rahat cərəyan eləyir, nə qədər lazımsız yükdən azad oluruq, lazımsız qəmdən azad oluruq. Bu bir qaydalar idi ki, sizə çatdırdım. Allah təsirli eləsin sözümüzü, nəfəsimizi təsirli eləsin. Allah kömək olsun ki, nəhayət ki, bu eşitdiklərimizi, danışdıqlarımızı bir toplum olaraq, cəmiyyət olaraq bir yerdə həyata tətbiq eləyək. Cəmaət bizim həyatımızda imanımızın əlamətini nəhayət ki, görsün və bizim həyatımız vasitəsilə cəmaət Allahın dininə tərəf gəlsin. Onda bizim əvəzimiz, əcrimiz, mükafatımız bir Allah bilir nə qədər.